ki Şəkiyə gedirsən, kimsə qonşu dağını və ya Qusara gedirsən, bu saat geniş yayılıbdır. Həyətdə bir hissəsini düzəldirlər, turistlər üçün, gələnlər üçün bir hissəsini özləri yaşayırlar. Bu adam da kiraya verirsən yayda. Orada bir dolanışıq yeri tapır orada. Bunu niyə biz bayraq elib göylərə qaldırmalıyıq ki, sən niyə evini? Bu adam öz evinə qayıdıbdır. Öz evində bir otağını bu kiraya verirsə, bunda nə cinayət var? Niyə bunu siz emosiyaya başqa bir şey? Bu adam da Şəkili kimi, Qusarlı kimi, Qubalı kimi, Batabatlı kimi bu adam da gəlir götürmək istəyir də, normal yaşamaq istəyir. Burada nə var? Niyə siz onları ayrıca bir kateqoriyaya ayırırsınız? Şişirdilmiş bir variant orada. Öz evinin xarabalığını gedib görməkdən də böyük dəhşət bir şey yoxdur. Bunlar öz evini kiraya da verə bilməz. Ağlın bağlamayıbdır. Özdə yaşıyordu. Getməyə yeri yoxdur. Hara gedəcəkdir? Ayaqyalın qayıdırlar. Sevinirlər qayıtdıqlarına. Amma bu sevinç bir həftədən 10 gündən sonra bunun real bir işi olmayanda hamının işinə təmin etmək çətin məsələdir. O insan gəlirdi, yemək yeməlidir, çörək yeməlidir, ailəsini saxlamalıdır. Fikirləşir. Ta ki sabahlar gedib görsənsə hansısa evin qabağı bağlıdır. Bu adam gedib Bərdiyə, bu adam gedib Bakıya, bu adam gedib Yevlağa dolanışıq üçün nəsə işləyir. Onu qınamayın siz. Qınamaq da lazımdır. Keçid dövrünün problemləri. Çoxu yerindədir. Yarımac qalsa da yerindədir. Amma onların içərisində bəziləri çıxıb gəlirlər, tutaq ki, gəlsinlər, Bərdədə işləsinlər, qazanc götürsünlər, qayıtsınlar, bir aydan sonra geçsinlər, o adamları qınamayın siz. Ona görə də bugün Bakıya çıxın, təhcə Azərbaycan köçkünlər deyir burada. Azərbaycanın bütün rayonları Bakıdadırlar. Pul heç vaxt çox olmur. Bilin, sizin də nə qədər çox pulunuz olsa, çatmır, başsa bu adam qonşu otağını da verirsə kiraya, burada nə var, nə kriminal var ki, burada bunu ümumiləşdirək.